Hər vaxtın xeyir olsun Sərxan. Xoş gördük. Bugünkü müsahibimiz Cabir Qaladandır. Cabir səni salamlayırıq. Aleyküm salam. Allah malına mülk və bərəkət versin. Cabir də bu illəri Bakı Göyərçin klubunun üzvlərindən biridir. İddialı yarışmacılardan biridir. Yarışımızın böyük fiqurlarından biridir. İnşallah qəşəng nəticələr toplayar. Yəni biz burada kollektiv mübarizə aparırıq. Önəmli olan Bakı quşunu irəlilətmək, yaxşı nəticələr toplamaq və ölkə xaricində bunları tanıtmaqdır. Cabir, bir balaca səni tanıyaq, zəhmət olmasa, özün haqqında məlumat ver. Mən Cabir Səfərov, əslən Qarabağlıyam, Cəbrayıl rayonundanam, ancaq Cabir Qala kimi tanıyıram. Tanımayanlar da inşallah tanıyar Allahın izni ilə. Xoş gəlmişsiniz. Həmişə gələn ayaqlarınız var olsun. Elə sizin kimi yaxşı qardaşlar açsın qapımızı. Xoş gəlmişsiniz. Bütün quşbaz əhlini də salamlayıram. Çox sağ ol. Hamıya da uğurlar arzulayıram. Bütün yarışda olan iştirakçıların hamısını. Neçə ildir Bakı quşu uçudursan? Burada Bakıda quşu tutmanın çətinliklərindən, ümumiyyətlə yaxşı cəhətlərindən bir balaca danışardın zəhmət olmasa. Ümumiyyətcə məzunum var. Belə quşu bir 6 yaşımdan heyvan saxlayıram. Demək o demək deyil ki, mən elə 6 yaşımdan quşbaz olmuşam. Ancaq ki, belə Bakıda bir 5 ildir quş uçurduram. Bakıda doğrudan da çətindir. Nə barədən çətindir? Yəni, hər quşun başı üçün deyil Bakıda uçsun. Hamısını görmüşük də, yoxlamışıq. Rayonda məsəl üçün mənim quşlarım olub ki, 8 ilə 9 ilə gətirmişəm bura, burada o effekti verməyiblər. Vallahi, mən öz gördüyümdən, öz təcrübəmdən danışıram da, yəni, yalandan danışmıram. Bakıda çətindir. Bakıda, yəni, həqiqi çətindir. Hər tərəfi çətindir daha, yəni. Həm priborodu var, həm havanın dəyişməyi var, həm nətər deyərlər, dumanı var, küləyin sürəti var. Bunlara həmçə ayaq uydurmaq və Bakı quşunu göstərmək və bu küləklərdə, bu əlverişsiz havalarda, bu çişli havalarda nətər deyərlər, getməyən quşlar, az gedənindən saxlamaq, bunlardan törətmək də özü bir hünər tələb edir. İstərdim sənə belə bir sual verim. Məsələn, yarışlarda belə son illərdə məsələn göstərdiyin stabil, orta, biraz da yaxşı, biraz yox, çox yaxşı da normal nəticələri nəyə bağlıysan? Yəni bu quşların gücünə mi bağlıysan, öz quşbazlığına mı, yoxsa yəni sənin bir balaca özünü bunu açardın bu mövzunu? Mən belə deyərdim ki, qardaş, birincisi yaxşı göyərçinin yaxşı qan olmalıdır, nəsilli quşların olmalıdır. İkincisi də ki, quşbazın özündən də çox şey asılıdır. Sənin onlar 10 saatlıq quşun qarşında özün məsələsi yetişdirici olan başın çıxmaz, onu eləyərsən 1 saatlıq. Əlbəttə ki, təcrübə tələb eləyir, həm də ki, quşun gücü olmalıdır. Quşun gücü olmayandan sonra ha təcrübə olsun. Gərək göyərçinlərini də biraz sənkinə saxlayırsın. Bax, bu illəri sən hədəfsiz quşbazsan, bunun göz önündədir, yəni bunu inkar etmək olmaz. Bundan sonraki illərdə, bu ildə daxil olmaqla bir balaca hədəflərindən zəhmət olmasa məlumat verərdin, həm səni izləyənlərə, həm öz klubumuzun üzvlərinə, onlar üçün də agah olardı. Allah hər birinə yaxşı, gözəl uçuşlar qismət eləsin. Mənim hədəfim, qardaş, bu ilki, inşallah Allahın izni Allah qismət eləsə, yəni böyüklük çıxmasın. Bizim hədəfimiz, yəni hər il çempion saatları dəyişməkdir də. İnşallah real iştirakçılarımız çoxdur. Bir mən yox, yəni çox adamla tuş gözləyirəm Allahın izni ilə. Hamı öz istəyinə. Mənim hədəfim Elşəndir də dostumuz. 73.04 dəqiqəni. Yəni pis mənada hədəfimiz yox, yəni 73 saatdır hədəfimiz. İnşallah Allahın izni ilə ki, yaxşı olar. Necə düşünürsən, məsələn, 73 saat 04 dəqiqə aşıla biləcəkmi bir hədəfdir, yoxsa yəni biraz uzaq mı görünür, yoxsa hansı hallarda bunu aşmaq mümkündür və bunun üçün nə etmək lazımdır? Belə deyək də, bunun üçün yaxşı hazırlaşmaq lazımdır, yaxşı göyərçinin olmalıdır. Yaxşı göyərçinin varsa da sən ona arxayın inanmalısan. Mən ona təbii olaraq ki, inanıram, ancaq ki, çox çətin məsələdir. Yəni 73 saat da zarafat söhbət deyil. İndi çox adam dildə deyir, ancaq dildə deməklə deyil də, həqiqətən də çətindir. Biz də çalışırıq ki, o hədəfi keçək də. Mənim ancaq hədəfim budur. Başqa belə nə deyir, 50-60 saat, yəni belə böyüklük çıxmasın, yəni interesini deyil mənim üçün. Aydın. Yəni böyüklük çıxmasına vallahi istəyirəm ki, yəni hər ildən ilə gözəl nəticələr, gözəl saatlar göstərəm. Həm bizə, həm də bizim Azərbaycan göyərçinlərinə yüksəklik gətirəkdən inşallah.
Allah'ın izni. Bunlar da bu illəri hazırladığın quşlardandır. Allah bərəkət versin. Maşallah. Sağ ol, Morlar, qardaş. göylər. Ümumiyyətlə belə bir sual vermək istəyərdim sənə. Məsələn, hansı cins quşlar üzərində işləyirsən və əsas önəm verdiyin şeylər nədir quşun? Gözünəmi, dözümlüyünəmi bir balaca istəyərdim. Birinci növbədə Məcnun, mən əsas quşun çalışıram ki, zatım, köküm biləm ki, nədir də məsələsi. Mənə kimsə məsəl üçün bir quş padark eləyib, baxıram ki, balaların ikisi də uçur. Özündən məsəl üçün çox dost qardaş quş padark eləyib, düz uçanları da olub. Amma mən öz törətdiyimdə gördüyüm nəticələri o verilən quşlarda görməmişəm. Nəyə görə indi deyirlər ki, quş tutulma quşdan çıxır. Ona görə ki, heç kim qapsın 11 saatlıq quşun verər, yəni məsəl üçün bir dənə, iki dənə can yoldaşına, qardaşına, dostuna verir. Heç kim 10 saatlıq quşun vermir, qardaş. Yəni belə çıxır ki, yəni quşbaz özü düzəltməlidir. Şu quşbaz özü düzəltməlidir. Vallahi mən özüm düzəltməliyim. Onu da surdub düzəltməlidir. Surdub düzəltməlidir. Saatına Mən məsəl üçün baxmalıdır, gözünə sual verir ki, baxmalıdır. bədirəklər çoxalıb. Bədirəklərin bədirək görükə bilər, ancaq ki, yəni bədirəyin gözü var, nəsli kökü var da, uçur, mən onu saxlamışam. Yalan yerə bədirək burada nə iş? O gözü, əsas göz uçuşdur. Vidi quşbaz özü düzəltməlidir. Bəli. Bir neçə ildir quş uçurursan, həm uçan quşlar üzərində işləyirsən, həm oyun üzərində, həm göz üzərində. Ümumiyyətlə sənin məşğul olduğun quşlar haqqında mənim məlumatım var. Həm apardığımız şəxsi söhbətlərdən, həm yarışlardan, həm tanışlığımızdan. İstərdim məsələn sənə belə bir sual verim. Məsələn, səncə atqassız quş hansı quşa deyərlər? Məsələn, 5+ üstü uçan quş mu atqassız olmalıdır? Atqassız quş anlayışı nə deməkdir? Atqassız quş liboy havada hazır olmalıdır minimum 5 saatına. Ona mən atqassız quş deyirəm. Əlbəttə ki, bunu liboy hava nəzərdə tutan Liboy yəqin ki, hava bu yəni demirəm uraqan ki, nəzərdə fırtına küləkdə demirəm. Yəni bərk istilərdən Gilavarında, yan küləyində. Gilavar fərqi yoxdur. Hava mülayim hava olsun, uçurtmalısan, gələn qonağın qarşısında o 15 dəqiqə ilə düşürsə, 20 dəqiqə ilə düşürsə, o sabah 10 saat uçacaqsa, o mənə interesli deyil. İstərdim sənə bir kontratak sualı verim. Məsələn, deyək ki, bu günləri quş atqassız quş üzərində mübahisə, müzakirə aparırıqsa, belə bir sual vermək istəyirəm sənə. Deyək ki, quşumuz ardıcıl 5, yarım, 6 plus 7 uçubsa 2 gün fasilə ilə təzədən neçə saat uçsa bu atqaz sayılır? Ya da saat uçması hansı sadə onun atqaz sayılır ümumiyyətlə? Belə deyək də, yəni quşlar razı xəsiyyətlərə məxsusdur. Göyərçin var ki, burada məsələsi 5 gündən bir uçurdarsan, hər uçuşunda sənin üçün artıq saat uçar. Göyərçin var ki, 5 gün, 6 gün yatırdarsan, ona elə belə yüngül uçurdarsan, küləyə verərsən, heç 1 saat da uçmaz, gələr, amma səhər uçurdarsan, oturarsan, onun üzrə quşbaz özü bilməlidir ki, bu quş hansı xasiyyətə malikdir. Bu da o deməkdir ki, yəni hər bir quşbaz yetişdirdiyi və uçurtduğu quşu necə analiz edir? Tanımalıdır və Məsələn, bilirəm ki, mən bu morəkəyin 7 saatdan sonraki saatı neçədir, 5 saatdan sonraki saat neçədir, məsələn, atqazı neçə saatdır? İdeal dediyimiz havada bunun rejimi, bugün bunun uçuş günü isə neçə saat uçacaqdır? Yəni bu da nədən xəbər verir? Quşbazın quşun tanımağından. Düzdür. O ki, kim ki deyir, mən quşu kimsə gələr, uçurdaram, gedər, məsəl üçün uçmaz. Mən o sözlə razılaşmıram, qardaşım. Yayda onu deyən insanların liboyun dəvət eləyirəm. Liboy havada gəlsin, 4-5 saatın minimum mən göstərəcəm. Maşallah. Bu minimumdur. Allah'ın da olsun. Yəni 4-5 saat qonağın gəlib, sən quş uçurursan, quş uçmursa, küləkdən yenə də söhbət gedir ki, bürkü olsun, fərqi yoxdur. Gilavar olsun, çəpəkəyi olsun, mülayim hava olsun, isti olsun, fərqi yoxdur. Surdaq quşumuzu göstərək. O ki, gəlir kimsə məni surdacaq, bu 15 dəqiqə olacaq. Onun mən quşbazın özündə də günah bilirəm. Ki, gələn dosta, qardaşa bilmir ki, bu uçurtduğu quşun xəsiyyətini bilməlidir. Səhv deyirəm, 12 quş uçurtmuşuq, qardaş yarışmada deyirlər ki, hava problemi var. Hava problemi var, 6'sı uçur, 6'sı uçmur. Buna sən necə hava problemi deyə bilərsən? Значит, bu 6 dənə quşun qanı təmizdir, zatı təmizdir. Qaldı, havası getdi, yuxarı uçdu. Bu 6 dənə значит xarabdır. Bir belə bir məlumat vermək istəyirəm həm tamaşaçılarımıza, həm sənin özünə və ki, bizi izləyənlərə. Bakı Göyərçin klubu Abşeron yarımadasının ən böyük turnirlərindən birini təşkil edibdir. Bu illəri 40 nəfərlə yarışımıza qoşulmuşuq.
İnşallah Allah qoysa iyun ayın 14-ü yarışlarımız start götürəcək. İnşallah. İstərdim sənə də bu bir sürpriz məlumatla tanış edeyim ki, bu illəri məsələn klubumuzda həm ilin quşu nominasiyası, ilin quşbazı nominasiyası mükafatlandırılacaq. Burada nə plana çıxır? Yəni bundan sonraki nəsillər bizi izləyə bilsinlər ki, məsələn ilin quşu nə deməkdir? İlin quşu o deməkdir ki, 2 dəfə, 3 dəfə tamaşada və bir daha yarışda qəşəng gözəl saatlarla, bəyənilən saatlarla uçub o quş məsələn mükafat alacaq. Məsələn deyək ki, 2 dəfə dalbada 9-un üstü, 10-un üstü, 8-in üstü ardıcıl uçub və quşbazın bunu necə təyin edəcək? İlin quşbazı tək çempiondan yox, ardıcıl uçuşlardan deyək ki, yetişdirdiyi quşlardan məsələn deyək ki, sən 10 dənə quş tutmusansa bunların birinci gələn quşun komandası adında 6 saat üstü nəticə gəlibsə, bu həqiqətən də ondan xəbər verir ki, sənin yetişdiriciliyin, sənin quşbazlığın bu ön plana çıxır. Yəni bunu göz ardı edə bilmərik. Bu da göz önündədir. Ümumiyyətlə belə quşbazları tanıtmaq həm yaxşı mənada, həm bizim ölkəmizdə, həm ölkəmizdən xaricdə bunları göstərmək niyyətindəyik. İnşallah buna nəsl edək və ən böyük arzularımızdan biri də əlbəttə odur ki, səni də bu nominasiya içərisində, mükafatlar içərisində görmək istəyirik. Çünki belə gözəl, dəyərli quşlar yetişdirirsən. Allah qoysa sənə də Allah hamının arzu hədəflərinə çatsın. Bir dənə şey yaddan çıxdı. Mən ilk növbədə bu qrupu yaradan, bu qrupun yaranmasında əziyyəti olan, bu qrupda daimi iştirak edən və mübarizəsini davam elətdirən insanların hər birinə təşəkkür edirəm. Bizim bugünkü gündə Azərbaycan göyərçinlərinin tanınmasında bu kişilərə, bu yolda, bu necə deyim, işdə fəaliyyəti olan insanların hər birinə təşəkkür edirəm. Bu kişilərin əziyyətləri böyükdür. Allah bunları var eləsin. İndi otururuq arada, öz aramızda danışırıq. Çox adama qıraqdan asant gəlir. Şəxsən mən 3 ay vaxtımı atıb, gedib hardasa, yəni bir gün belə çıxmasın, bir dostun qapısında, bir gün bir qardaşın yay getdi. Yay getdi. Plus da məsələn biz iyi boy danışırıq. Danışırıq məsələn deyək ki, bir kollektiv arasında ki, sabah hamımız bir yerə yığışacağıq, ya orta məktəbdən, ya deyək ki, ya universitetdən, ya başqa kollektivdən 10 nəfəri bir araya yığa bilmirik. Bugünkü gün biz məsələn 40 nəfəri bir araya yığıb belə bir bizim Bakı Göyərçin klubunda belə bir yarış təşkil etmişik. Bu yalnız alqışa layiqdir. Mən yenə bir kontratak sualı sənə vermək istəyirəm. 5 il öncəki Cabirlə bugünkü Cabirin quşbazlığı arasında nə kimi fərq var? Çox fərq var. Bir də balaca açsam. Çox fərq olmasında, çox fərq olmasında. Bir nömrəli bu işdə əsas imzası olan mənim Fariz dostumdur. Onu öpürəm, bağrıma basıram. Mən həqiqətən də mən o kişi ilə dostluq eləyirəm. Allah canı sağ eləsin, mənim qazandı. Farizdən mən qardaş, gələndən danmayasan da çox şey öyrənmişəm. Uçurtmaqda da, törətməkdə də. Məsəl üçün, mən hansısa bir yaxşı quşa bir quşu vuranda o quşu məndən soruşur ki, bu quş nə quşudur? Bu quşun atasını, anasını, babasını, nənəsini tanıyırsan, deyirəm, yox. Deyir, onlardan patolog sən bir cüt bala alıb uçurda bilərsən. İkinci cütə əziyyət vermə quşlara. O bir cüt balanı alırsansa, nəticəsini görürsənsə və onun balalarında balasının nəticəsini görürsənsə, bu işə o deməkdir ki, yəni ki, bunun nəsli kökü olub, davam eləyir. Əgər bunu görə bilməyəsənsə, haradasa xarablıq var da, haradasa cala olub buna. Məsələn, bu qəşəng yerə toxundu. Mən istəyirəm bunu bir balaca açaq. Məsələn, quşbazlıqda belə deyək də, yaxşıya doğru dəyişiklik üçün, önümüzdəki illərdə daha üstün nəticələr toplamaq üçün hansı radikal addımlar atmaq lazımdır? Məsələn, quşu pisləri çıxartmaq mı lazımdır? Nəyin üzərində işləmək lazımdır ki, daha bir tık yuxarısına çıxa bilmək üçün hansı radikal addımlar atılmalıdır? Sənin üçün, qardaş, onun üçün tutduğun quşu tanımalısan və bilməlisən. Bax, bu çəp erkək var ha. Bu il 5-ci ilinə uçacaq. Ay maşallah. 3 ilindən sonra balaya buraxmışam. Yəni balalarını da inşallah uçurdacam, yarışmada da göstərəcəm ki, 3 il, yəni ki, stabil 3 il bal almamışam 3 il o quşdan. 3 ildə o quş yarışmada uçur, bütün videoları izləyə bilərsən. Bəli. O quşdur. Şəbəkə erkəkdir, bu il 5-ci ilinə uçurdacam. Hələ bal almamışam o quşdan. And olsun Allah. Sonra bir tük erkək var burada. Dostumuza vermişdim Füzuliyə. Bunu. Hə. Məcnun kəsik tüləkdə qalxdı quş. 3 gün, 4 gün Füzulini gəzdi, heç ara düşmədi.
Axırda bir ev vardı, gəldi düşdü onun üstünə. Apardı mayasını bıraxdı. Ora heyvan elə tutu getdi. Yəni gözlərinə söz ola bilməz. O erkənin özündə elə 5-ci ilə hamısında var yarışmaların, düşüb o quşlar. 3-4 dənəki quş var. İndi inşallah bu il yenə bax qara erkənin özü. 9 yarımına kimi görmüşəm. Ay maşallah. Bu il yarışmada da tutmuşam 7-nin üstü ilə gəlib. Keçən ildə yəni. Evet. İndi bu il yenə uçurdacam. Bahisi də var orada qara. Onların anasını bax tutmuşam. Bax nədən söhbət gedir. Onların anasını gəlin ver bir dənə göstərim də kamerada. Bəlkə kimsə bir yərsiz alır. Nişanası var da quşun. Gəl Sərxan. Gəlin bəri. Sərxan sağ olsun bizim videolarımızı çəkir. Nopanı kanalından. Qara mayanı görsən qardaşım. Baba, əlində də ağı var. Bombasında xal olan. Baba, hə. Apa, hinində liboy quşa vur. Söhbət qarğadan quruysa, təbii ki, hamımız quşbazıq. Liboy quşa vur, balaları uçmasa, mən onda quşbaz olub kuş saxlamaram, and olsun Allaha. Qapıda liboy erkəyə vururam. Bugün onun balasını tutmuşam, körpə quşların təpəsində gedir. Bayaq danışdığım bala vardı, ağbaş göstərəcəm üçün. Burada da bir yoxdursa bir 8 dənə balası var. 4-ün 5-ində uçurdacam inşallah yarışmada. Elə burada bunlar damazlıq quşlarındır. Bunlar mənim damazlıq quşlarımdır. Burada əsas liniya Farizin liniyasıdır. O maya var, əbrəş maya qıraqdır. Ondan çox yaşı var, kül əbrəş. Kül əbrəş maya. Kül əbrəş deyil, qıraqdır tək. Tək, cüncsə də yəni. Ay sağ ol, mənim qaqam onu mənə padark eləyib. Nəyə görə padark eləyib? Gətirmişəm bala almağa, erkəyi ilə bir yerdə. Balalarından. Erkəyi ilə bir yerdə gətirmişəm, erkəyi qoca idi, balalanmadım. Sonra dedi ki, vur bir dənə tanıdığın erkəyə. Mən də qardaş tanıdığım uça vurdum. Hansı ki, onun balaları başqa maya ilə də mənə bala vermiş, ötürücülüyü olan, özün verən. Özündəki adından çoxundan balalarım bilirsən, eşitmişsən. Maşallah. Yəni, Maya Farizdir, erkək Nadir kişinin Türkan Allah o ağsaqqala ömür versin. Amin. Balaları da ki, maşallah, mənə çox belə ürəyin istəyən kimi qan eləyir. Biri var ki, elə belə qan eləyir. Bax, qəşəng quşlardır. Bax, qardaş, bax, Farizin əbrəş mayasının balasıdır, bu göy şeyqa. Nəyə pisdir? Deyirlər bədirək məsələsində, mən törətmişəm, bax, göy şeyqanı. Bax, onun batısıdır, yuvada qara şeyqa. Ay, öləndən rəhmət. Bax, bu onun nəvəsidir. Bu onun öz balasıdır, əbrəş. Ondan sonra, bax, xallı əbrəş onun balasıdır. O xallı əbrəşi vurmuşam indi, həmən o qara maya, doğma qənət maya. İndi zırıltı, inşallah bu il nə qismət olar, qismətimizə göstərərik. İldən ilə güclənməliyik də. İldən ilə gərək irəliləyiş olsun. Əbrəşin bax, birinci balasıdır Faizin mayasının, bax, kül əbrəş, bax. Onu təzə elə bir erkəyin dəyişdim, çox güclü bala verdi, serovunu dəyişdim ki, görüm. Başqası ilə də necə göstərir? Görüm başqası ilə, bax, bu mor erkəyindən çıxdı, bax, qardaşım, bax. O sarı nədir məsələn, sarı nədən çıxıb? Sarı təmiz göylərdən çıxıb, kəməri göylərdən. Maşallah. O yəqin amma əbrəşlərə dirənir bir tərəf. Cinsində əbrəş olur. Maya da olur, eləmi? 10-15 ildən bir çıxırlar. Deməli, dostumuz bizə padark eləyib, sağ olsun. 15 ildən bir sarı verir. Ay maşallah. 10-15 ildən bir çıxır bu göylərdən deyir, sağ olsun. Onu da mənə padark eləyib. Bax, bu göy qənət əbrəş mayanın balasıdır. Göy şeyki ilə almışam da, 6-7 balası var burada. Göy qənət çilbaşa, ay sağ ol, əbrəş mayanın balasıdır. Göy şeyki ilə. Başını artırmış onları. Hə, bunları ancaq törədirəm də, maşallah, ləzzət edirlər. Allah heç kimin əziyyətini itirməsin. Bu nəyin balasıdır? Gözləli. Gözü qara. Bu, Gözləli var. o da ki bir yaxın Sabir, istəyirəm belə bir elə kakras quşları çəkmişkən, Sərxan da göstərir, maşallah olsun. Belə bir sual verəm də mən sənə də. Demək, bu böyük bir kütlə var ki, quş alqı satqısından əziyyət çəkir də həqiqətən də. Yəni quşları alırlar, aparırlar, o çıxmır. Yaxşı quşu necə əldə etməli, hansı yollar, ondan sonra bir də alan adamın hansı quşbazlıq keyfiyyətləri olmalıdır ki, məsələn ondan quş alsınlar? Çətin sual verdin. Doğrudan da, yəni maraqlı sualdır, çox maraqlı sualdır. Vallahi bu yolda yəni
getmədiyim rayon, getmədiyim yer qalmadı da, yəni pulla xərcləmişəm, ondan sonra yəni payda veriblər. Yaxşı dostun olmalıdır. Alman azadından boş şeydir. Mən sataram məsələsin, mən özüm əziyyət çəkmişəm. Bilirəm ki, çətindir də. Yəni bir dənə quşu törətmək üçün, bal almaq üçün 1 il, 2 il vaxtın gedir. Rahat. Rahat. O da ki, indi hamı əziyyət çəkir. Elə insanlar var ki, 500-600 manat maaşa işləyirlər. Bir aylıq balasını boğazından kəsir. Hamımız demərəm ki, xəstəyik. Bu gözəl bir peşədir. Mən bunu belə adlandıraram. Xəstə deyilik, lap qəşəkdir. Heç kimin toyuğuna daş atmırıq. Nə edirik ki? Kuşbazlıq edirik də özümüz. Burada bu yolda məsələn... Məsləhətim o olar ki, qardaş, mənim məsləhətim, təmiz məsləhətim. Amma mən şəxsən, bugünkü gündə məndən quş istəyən çoxdur. Deyirəm ki, qardaş, mən sənə bunu satacağım, sabah aparasın, uçmayacaq. Gəl oturur qapımda, uçurdum, səni qane eləyərsə, gedərsən bir həftədən sonra bir də gələrsən, paftorunu bir də uçurdaram sənə o quşu. Ay ölənlərin rəhlər. Düz. Amma mən deyən pulu əziyyət çəkirəm, mən xaçlayan pulu bəlkə də sən çox adam xaçlamayıb. Bir cütal. Bir cütal qardaş, İki mən quş başımla aldım. mən sataramsa elə, mən deyən pulu verəm, mən başımın tükü ilə atfisat gedərəm ona. Düz. Bir də bu alan adamın özündə nə olmalı? Hansı quşbazlıq keyfiyyəti olmalı? Nə olsun ki, pulu var, nə olsun ki, Mən onu şəraiti həmişə var? deyirəm. Görürsən TikTokdan həm yazırlar ki, falan kəsin pulu var, aldı, tutdu, çempion oldu. Allah haqqı, Quran haqqı. Boş söhbətdir. Gəl bir dənə prostoy adama milyonerdir. Baleşikdir də, bu lübiteldir, quşbaz deyil. Heç mən də quşbaz deyiləm. Bildin, mən quşbaz bugünkü gündə bəlkə də 5 nəfər, 3 nəfər adama deyərəm. Onu da hansı adama deyərəm, gedərəm qapısına. Təmiz danışaq da, qardaş, burada inciməli, küsməli heç nə. Gedərəm qapısına, 3 dənə setka göstərər, deyər hansı setkanı açım usurdum, seç, usurt. Açar usurdar mən deyən setkanı. Məni qane eləyən sadə heç çox demirəm, 5-in altının üstünə başlasınlar gəlməyə, deyəm ki, quşbazsan. Maşallah. Yoxsa sən 100 dənə quşun içindən 5 dənə quş seçib usurdursansa, qardaş, vallahi özümə də aiddir. Mən quşbaz deyiləm. Düzdür. Bir də ki, nə var, yayda məsəl üçün tutursan, hamı da olur da, qardaş, 3 saatlıq quş görürsən ki, 7 saatına gəldi. Alana tutdu. Tuturlar havasını, çəkirlər 7 saat. Vallahi hamısı boş söhbətlərdir. Dünən yox sırağan, mənim orada şükürlərim var, 7-nin üstünə gəliblər. Hansı Sən ki, mən bilirsən onları onu. yarışmada uçurtmayacam. Birisi də sən bilirsən ki, onlar nədirlər. Bu gün uçutmuşam 4 saatına düşüblər. Təmiz danışaq da, qardaş, bugün Samirə deyirəm ki, qardaş, bu quşlara daveriya yoxdur. Mənə daveriyalı quş lazımdır. Bugün uçurdum, bir suyunu uçurdum, biraz da qoysun üstünə. Bu da atqassız Atqassız quş lazımdır, qardaş, saxlamaq, başqa dönüm. Alanlara da məsləhətim odur ki, uçurdun alın. Pul verin bir cütünə, əziyyət çəkin, pul verin, yaxşı quş alın. 100 dənədənsə 4 dənə saxla törət, özün bildiyin quşu törət. Kimsə deyib, o belə deyirəm, atfisat gedir, məsəl üçün aparıb onları vur cütə, balalarına da cavab deyəm. Elə quş al, törət, olasın quşbaz. Yaşa. Evet Camil, maşallah, bunları bir bazı tanıdardın bizə, bu quşları, bir bazı məlumat verərdin bu quşlara haqqında. Bu quşları, qardaş, yenə də belə deyək də, belə yəni pit çıxmasın, cavan quşlardır. Ataları, anaları da buradadır. Nənələri, babaları da bəzi. Özün törətdin. Özüm törətdiyim quşlardır, qardaş. Özüm yəni, məsəl üçün, sırf kiminsə quşunun cüt balasın, mən burada Farizin məsəl üçün quşun Nadir kişinin quşu ilə, ha? Bu çilbaş ayparanı keçən yarışda tutduğun quşdur. Bəli, bəli. Ay maşallah. Bu o göyağbaşlı bala yarışmada uçan. Maşallah. Bu çilbaş Əkbərlə uçurdanda 7 saatın üstündən o kilovarda gələn. Maşallah. Plus da bu çilbaşın tayı Dalıboz Farizdə 8 saat, 9 saata yaxın yarışda gələn. Bəli, həmən bu göy çilbaşın Radnoy bahisi idi. Mən bir sənə diqqətimi çəkir bu quşlarda. Həm ana atadan çıxan balalar və plus bunların özündən çıxan balaların uçmağı. Özündən indi yalandan sənə durub deyim ki, hamısının balalarını tutmuşam. Yox, hamısını belə yox. şey yoxdur. Əbrəşlərin sırf nəvələrin Qaqam Fariz uçurdu. Balasının balası. Balasının balasın, nəvələrin. İnşallah Allah qismət eləyər, mən Fariz dostuma, yəni özüm qədər
uğurlar arzulayıram. Özümə nə arzulayıramsa, inşallah Allahın izni ilə nəvələrin olsurlar göydən gələndə Allah qoysun. videoya baxacaq ona kimi. Gələndə də Cabir qağam dediyi nəvələridir. Göstərər ki, bax bunlardır göydən gələndə. Yəni çox quşun Qaragöy də çıxır ha hardasa bunlardan. 5 cüt, 3 cüt quşun burada balasını uçurtmuşam da, yəni hamısının yox, qane eləyir məni. Ona görə də sırf elə onları törədirəm. Ehtiyac da yoxdur heç qıraqlara. Ehtiyac yoxdur da. Qaragöy də çıxır bunların cinsindən. Bəli. Qaragöy Nadir kişinin quşlarının cinsindadır. Belə bir sual vermək istərdim sənə. Məsələn, yarış quşu hazırlıqlarında böyük sirlər olduğunu düşünürsənmi? Bir də məsələn, qısaca hazırlıqla bağlı təzə qoşulmaq istəyənlərə, niyyətində olanlara məsələn, nə kimi tövsiyələr vermək istəyirsən? Yarış quşunu hazırlamaq üçün xüsusi bir rejimmi, xüsusi bir yemləməmi, xüsusi bir uçuş metodumu? Bu varmı? Əlbəttə ki, buna tam cavab verməyə də bilərsən qısaca. Yox, niyə vermirəm ki, lap gözəl, qəşəng sualdır. Adam var ki, məsələn, uçduğu metodu, yemləmə metodunu, bu proqramı nətər deyirlər, bu proqramı Yemləmə metodu odur hər ki, platformada açıqlanmır. yemləmə metodu odur ki, qardaş, tək buğduyla, gəl belə deyək də, Doktor İlhamla həm söhbət olduq. Buradan Doktor İlham da salamlayır. İstifadə edib bütün yaşlı quşbazları, yerin yurdun bilən quşbazların hamısını salamlayıram. Salam olsun hər Doktor birinə. İlhamla həm söhbət olmuşuq bu haqda. Qardaş, tək buğduyla göyərçin uçmaz. Uçar, 8-də uçar, 10-da uçar. Xaricdə quşlar niyə çox uçur? Bir dəfə içirə. Xaricdə quşlar niyə çox uçur? Ona görə ki, yemlənmə qaydası, baxım qaydası, darcı ağzını açıb boğazına kimi yoxlayırlar quşu ki, görək vəziyyəti nətərdir. Bizdə o yoxdur, axı təmin suyun verdin, haqqını tutdun. Onunla da uçurlar. Gör nə qədər qeyrətə malik quşlardır, Bakı quşları. Allah'a and olsun. Zarafat deyil. Düz. İstilərdə, bərk istilərdə 35-40 dərəcə istilərdə saat göstərirlər buğduyla. Amma görsən mən də buğda verirəm, mən də qarışıq yem verəcəm, gözləyirəm inşallah. Bu coğrafiyada yəni sözün demiş quşlar içərisində bizim yerli quşlar dediyimiz, Bakı quşları dediyimiz quşlar maşallah, yəni hələ ki burada bizim coğrafiyada bunları üstələyən quşu rast gəlməmişik. Bəlkə də ilə belə havaqsa hansısa şəraitdə, mühitdə ola bilər. Bu bir istisnadır əlbəttə ki. Amma fakt apardığımız Düzgün yemləmə. Gündə bir dəfə mən yemləyirəm uçan quşlarımı. Hansı ki, uçurtdum, getdilər uçuşlarına. Gündə bir dəfə axşam 6-da yemlərini atdım. Salam aleykum. Qapıları bağlandı. Yazığın gəldisə elə doldurdunsa qabağını. Mən də əvvəllər dənə atırdım ki, acıdı qoy yesinlər. Ancaq ki, rejim var da, rejim. Düzgün rejimdə saxlamalısan. Gündə bir dəfə. Təzə qoşulmaq niyyətində olanlar, məsələn, necə bir yerdən bu yolun bir ucundan başlamaq istəyirsən, məsələn, onlara nə kimi məsləhət görərsən? Onlara məsləhət görərəm, o quşa başlamaq, törətmək barəsində dedik, danışdıq. O olsa, ondan sonra, məsəl üçün, mən birinci ili heç vəbşə rezultatım olmuyor. Mən onda heç bir, yəni belə bir şey görmürəm. Gözəl yerə toxundu, məsələn, bizim bundan qabaqki yarışlarımıza nəzər salsaq görək ki, Respublikada məsələn keçən yarışda da birinci yarış 35, ikinci yarışmış 38-39 saat üzərindən çempionlar olubdur və sonra da 50 saat üstü, 68 saat, 63 saat, təzədən bir də 73 saat, 4 dəqiqə ilə bu sənin özünün də məsələsi, qardaş, 62 saat, 57 saat nəticələrindən bu hər il növbəti ilə addımlayaraq bir tık üzəri deməkdir, irəliləyiş deməkdir. Bax, mobil dostumuz birinci ilə 50 saatın üstünü göstərdilər. Neçə saat yığdı mobil? 50 neçə saat yığdı, indi baxıb deyə bilərəm onu bu dəqiqə. Mobil onu niyə yığdı? Mobil daha da çox saat yığa bilərdi, daha da çox gözəl uçuş. Mobilin quşlarında problem oldu. Həm də ki, xəstə idi, mən hava söhbəti oldu. Yağışın səhərsi günü, həmən gün onun quşları o saatla gələn ağır quşlara mən 53 saat 36 dəqiqə. Ay sağ ol. Bu nədən ilə gəlir? Ona görə ki, bu kişinin, yəni onun özü quşbaz olmasa da, yəni olar da inşallah qaqamdır. İnşallah. Yavaş-yavaş da indi təzə başlayanda daha zəif idi. Amma birinci ilə, məsəl üçün, mən birinci ilə 20 neçə saat göstərmişəm. Yarışın da bu deməkdir ki, yəni öyrətdiyi şeylər var da sənə. Harda səhv elədiyi görürsən. Nə deyirəm ki? Ona görə də qardaş, üzülməyin o birinci qoşulanlara. Yəni birinci ilə 20 saat göstərdim, mən fiso yox, quş sürtməyəcəm, yox. Düz. Həvəsdən düşmək olmaz. Çalışmaq lazımdır ki, ikinci ili heç olmasa, istər-istəməzsən 20 saat göstərəni, ikinci ilin qapısına geçsən, 50-55 saat görsən,
özün özlüyündə hiss eləyəsən ki, irəliləyiş var. Bu radikal addımdır. Radikal addım nə deməkdir? Yəni mən köklü görürəm ki, bunda pis şeydən nəticə toplam eyni səhvləri eləyib təkrar nəticə gözləyirəmsə, deməli bir mənfi cəhət məndə var. Məndə quşbazlıq yox. Ay sağ ol. Heç kim indi ünvanlandırmır. Məsəl üçün. Bəs eyni yaşlı quşbazlarımız belə deyək də, karifiyələrimiz. İndi 5 dənə, 3 dənə, 10 dənə məsəl üçün tanınan, ad çəkilən ondan başqa gör nə qədər qoca yaşlı quşbazı. Hamısının əllərindən öpürəm. Heç pisinə də demirəm. Allah köməkləri olsun. Burada hamısını salamlayırıq. Ona görə də qardaş, hamı güclü quşbaz ola bilməz. Yaxşı quşbaz da var. Hər şeyin özünün karifiyi var. Sənət də elədir, quşbazlıq deyil. Hər şeyin özünün... Yəni, mən də özümə məsəl üçün quşbaz demirəm. Bugünkü gündə, vallahi. Mən quşbaz deyiləm. Həvəskərəm. Bəs elə adamlar var ki, məsələn, birinci ilin 25, 30, 35, 32 arasında, yəni davamlı elə bunların üzərində qalır. Bunlar ona heç məsləhət görmürəm qoşulmaqda. Deməli burada nədir problem? Problem onun özündədir. Quşlarda zaten onun özü istəsə nəyisə düzəldər, yəni onu istəmirsə, ona çalışmırsa, göstərmirsə, onda heç vaxt o sənin bir söz ki deyir, sən özün törətmirsənsə, səndə olmayacaq. Olmayacaq. Düz xoruz da təsdiqləyir. Bəli. Allah köməyin olsun. Bu balaları göstərə bilərsənsə, əgər olanla bir 2 dəqiqə söhbət eləyək və yavaş-yavaş yekunlaşdıraq. Gəlin bəri qardaş, canla başına. Sabir, Allah qoysa qardaşı gördük, Samirə salamlayır. Bir balaca bizi izləyənlərə bizim qardaşla tanıtsan yaxşı olar. Hə, demək qardaş, Samir kimin əziyyətində yerdə qoymasın. Biz də onun içində. Samir demək Cəlilabad rayon sakinidir, bizim dostumuzdur. Allah onun canını sağ eləsin. Çox ürəyi təmiz insandır da, yəni neçə illərdir axtardığım insandır da, yəni gəldi, Allah Teala qarşılaşdırıb bizi. Samir də yəni özünə məxsus var, bu gördüyün göylərin içərisində çoxu elə Samirin göyləridir. Samir inşallah Elxan yarışmasında öz quşlarını uçurdacaq Allahın izni ilə. Yəni sırf öz quşlarını uçurdacaq. Yəni mən də istəyirəm ki, yəni varıdırsa qoy tanıtsın, niyə də yox. Mən də özümdə inşallah Məcnun qardaşın yarışmasında, bir də qəhrəmanda inşallah 6 saatın üstünə quş uçurdacam Allahın izni ilə. Uğurlar hər bir yarışında sənə Allah qoysa gözəl nəticə toplayarsan. Qardaş da bir daha salamlayır. Samir köhnə nəsil quşlar saxlayır, qardaş. Bir dənə onun göyərçinində məsəl üçün tutub çömbələnsiz quş tapa bilmərsən. Sağ olun. İnşallah Allahın izni ilə saatlarında göstərər göz qabağını. Yağıbamlı can sağ olasın. Çox gözəl. Yavaş-yavaş yayımımızın sonuna yaxınlaşırıq. İstərdim sənə bir sonda belə bir sual verim. Sənə uğurlar olsun həqiqətən də səmimi qəlbdən Cabir. Sağ ol, mənim burası. Sonda bir mesaj göndərmək istəsən Bakı Göyərçin klubu iştirakçılarına, məsələn, nə demək istəyirsən rəqiblərinə, buradan onlara bir mesaj vermək istəsən səni izləyənlərə. Vallahi mən qrup iştirakçılarının hər birinə uğurlar arzulayıram. Hamı əziyyət çəkir. Vallahi qıraqdan baxana asan gəlir, ancaq çox çətindir. Hamımız əziyyət çəkirik. Allah heç kimin əziyyətini itirməsin. Amin. Təbii olaraq ki, istəyirəm ki, birinci özüm olam. Yenə də onların hamısına uğurlar arzulayıram, öpürəm hər biri. Hamısı mənim qardaşlarımdır. Təşəkkürlər edirik. Səxin sənə də çox sağ ol. Bu gün çox maraqlı söhbətlər oldu. Qısa və maraqlı olmağı bu tamaşaçının üçün bir balaca cəlb edicidir. Həm Cabirin quşları ilə, həm quşbazlığı ilə, həm bu iki hədəfləri ilə tanış oldular. Cabir sənə bu illəri Bakı Göyərçin klubunda və digər yarışlarda uğurlar arzu edirəm. İnşallah gözəl nəticələr toplayarsan. Sağ ol. Sərxan sənə də təşəkkür edirəm qardaşım, var olasan. Sənin də aramızda görməyimizə şadım qardaş. Xoş gəlmisiniz. Çox sağ ol, hər şey üçün haqqınızı halal eləyin. Allah amanında bir növbəti görüşdə, bir növbəti iştirakçımızın təqdimatında sizləri görmək ümidlə öpürük Allah amanında. Sağ ol. Kanala abunə olub, videolar bəyənməyi unutmayaq. İnşallah. İnşallah yayda yaxşı videolar. Allah qoysa. Allah'ın izniyle. Həm canlılarda, həm YouTube'dan izləyirsiniz bizi. İnşallah.